tarixdə üç şəxs olub ki, onlar gizli şəkildə dünyaya gəliblər. Onların dünyaya gəlməsindən çox insanlar xəbər tutmayıb, məxsusən dövrün müstəqbirləri, zalimləri, şahları xəbər tutmayıblar. Bunlardan biri Həzrət İbrahim əleyhissalam idi. 25 surədə 69 dəfə Həzrət İbrahimin adı qeyd olunur, adı zikr olunur. Babil şəhərində dünyaya gəlib, Babil şəhərində yaşayıb. Dəclə və Fərat kimi iki böyük çayın arasında yerləşir bu şəhər. Həzrət İbrahim o 5 ulul əzim peyğəmbərlərdən birincisi olan Həzrət Nuhdan 1000 il sonra dünyaya gəlib. Və onun dünyaya gəlişi çox gizli şəkildə baş verib. Həzrətin bir əmisi var idi, Azər, Quranda adı da keçir. Bununla bağlı məzhəblər arasında görüş ayrılıqları var. Bəzi firqələr deyirlər ki, atası olub. Amma Əhl-i Beyt imamlarından bizə çatan hədislərə, rəvayətlərə əsasən Həzrət İbrahimin atasının adı Tarix olub. Azər Həzrət İbrahimin atası olmayıb, əmisi olub. Və nücum elmində çox mükəmməl şəkildə bilirmiş. Bir gün gəlir o şəhərin padşahı olan Nəmrudun yanına, deyir, mən nücum elmindən bu qənaətə gəldim ki, sənin səltənətüvi sirkələyəcək bir oğlan uşağı doğulacaq tezliklə. Bu söhbətdən sonra Nəmrud özü də yuxu görür. Görür parlaq bir ulduz göydə hərəkət edir, günəşə və aya üstün gəlir, qalib gəlir. Çağırır şəhərin yuxuyozanların, onun yuxusunu yozsunlar. Bu yuxu yozma əhvalatı bizə tanışdır da Həzrəti Yusif əleyhissalamın qissəsindən. Onun yuxusunu yozsunlar. Neçə dənə yuxu yozan yuxusunu yozur Nəmrudun, fəqət birini qəbul edir. Və o da deyir ki, bu yuxunun mənası budur ki, sənin səltənətüvi bir oğlan uşağı dünyaya gələcək və o sənin səltənətüvi dağıdacaq. Nəmrud əmr eləyir, bir il müddətində kişiləri qadınlardan ayırın, ta ki övlad dünyaya gəlməsin. Amma Allahın vədi hər zaman həyata keçir. Həzrət İbrahim əleyhissalam dünyaya gəlir. Anası onu dünyaya gətirəndə Nəmrudun bu qadağalarına görə gizli şəkildə, çöldə, mağarada dünyaya gətirir İbrahim əleyhissalamı. Bu üç şəxs ki dedik, biri Həzrət İbrahimdir. Onun dünyaya gəlməsindən xəbər tutmur insanlar. Və 13 il mağarada saxlayır, böyüdür anası Həzrəti İbrahim əleyhissalamı. 13 il mağarada qalır İbrahim əleyhissalam. Və Allahın əmri ilə nəhayət şəhərə daxil olur və məlum hadisələr baş verir. Nəmrudu Allahın dininə çağırır. Baxın, biz bir tərəfdən Nəmrud adı eşidirik, dövrün gəlmiş keçmiş dünyanın ən böyük zalimlərin Allah Quranda qeyd eləyir. Biri də Nəmruddur. O qədər Allaha qarşı asi olur, üsyan eləyir, deyir, mənə uca qəsr, saray tikün, mən İbrahimin, Allahın vuracam, öldürəcəm. Çıxır o uca qüllənin üstünə, ox atır Həzrəti İbrahimin Allahın öldürdüm deyə səmaya bir ox atır. Və Allahın da yer-göy qoşunu da axı. Bir dənə milçək ya burnundan ya qulağından daxil olur Nəmrudun beyninə
onu girinc eləyir. Ta o qədər ki, milçək orada tərpənəndə başlayır öz başına vurmağa. O qədər döyür, yorulur, bir dənə qapaz vuran tutur. Ta ki, milçək tərpənəndə beynində onun başına vursun. Axırda da o qapazlar altında Nəmrud o şəkildə cəhənnəmə vasil olur. Allah İbrahim vasitəsilə nurun tamam eləyir. Tarixdə ikinci şəxs Həzrəti Musa əleyhissalamdır. Gizli şəkildə anası onu dünyaya gətirdi. Dövrün Fironu da yuxu görmüşdü. O dövrdə Misirdə oranı idarə edən rəhbərlərə Firon deyirdilər. Yəni şah məqamı kimi, necə şah deyərlər, elə də Firon bir dövləti idarə edən rəhbər mənasındadır. Fironlar idarə edirdi. Məsələn, Həzrəti Yusif əleyhissalamın dövründə Upofis adlı Firon, ondan sonra 1-ci Ramzes, sonra 2-ci Ramzes, ta ki Misirdə Fironluq ediblər. İkinci Ramzes yuxu görür. Yuxuda görür Şamdan Misirə bir od gəlib, Qibtilərin özlərin və evlərin yandırır, külə döndərir. Qibtilər Misirin ən zadəcan, yüksək vəzifəli insanlarından ibarət idi. O dövrdə bir Sibtilər var idi, onların içərisinə Bəni İsrail də daxil idi. Aşağı təbəqəli insanlara Sibtilər deyir. Bir də var idi Qibtilər, yüksək təbəqəli insanlar. Quldarlar, zadəcanlar. Görür ki, bir od qalxır, Qibtilərin özlərin və evlərin yandırır. Bütün yuxu yoxzanları çağırır. Firon bu yuxunun mənasını yozmağı əmr edir. Və nəhayət onun yuxusun, bu yuxu yozanlar bu cür yozurlar ki, sənin səltənətüvi tezliklə bir oğlan uşağı dünyaya gələcək, viran qoyacaq. İmran Musanın atasıdır. Fironun sarayında qoruqçu işləyir, qarovulçu işləyir. Və anası Yukabid adında bir xanımdır Musanın, tez-tez saraya gəlir. Öz həyat yoldaşının yanına. Elə ki, yuxu yozanlar bu yuxunu yozurlar. Firon eşitmişdi Nəmrudun hadisəsin ki, Nəmrud da başına belə bir hadisə gələcəyin yuxu yozanlar, nücum elminə sahib şəxslər xəbər vermişdi və o da kişiləri qadınlardan ayırmışdı. Eynilə Firon da bu işi görür. Muhammed Ali Muhammed camalına salavat hədiyyə eləyər. Amma çox Allahın qəribə işləri var. Həqiqətən də öz işlərin, öz əmrin, öz höccətin tamam eləmək istəyəndə görürsən, Musanın nütfəsi Fironun sarayında qoyulur. Və Musa sonradan görür ki, Fironun elə öz sarayında böyüyür. Firon yazırlar 70 min oğlan uşağın qətlə yetirmişdi. Öz səltənətinin məhv olacağı qorxusu ilə. Amma buna baxmayaraq Həzrəti Musa dünyaya gəlir. Anası onu
gizlədir hər kəsdən. Quranda ayə var bu barədə. Buyurur: "Və əvhəynə ilə ummi Musa." Biz Musanın anasına surətli və gizli şəkildə ilham etdik. Ən ərdi'iyhi fəizə xiftə aleyhi fəəlqihi fil yəmmi. Ona deyir, ilham etdik, sən bu uşağa süd ver. Amma elə ki gördün onun barəsində onu öldürəcəklərindən qorxuya düşdün, onu at dəryaya. Və əlqihi fil yəmmi və la təxafi və la təhzəni. Bu işi gör, buna görə də nə qorx, nə də məyus ol. İnna radduhu iləyki. Biz onu sənə qaytaracaq. Və cailuhu minəl mürsəlin. Və onu mürsəllərdən, peyğəmbərlərdən qərar verəcək. Musanın anasına Quran buyurur, Allah gizli şəkildə ilham etdi. Musanın anası bu cürdə edir. Musanı qoyur bir beşiyə, atır onu çaya. Bu zaman Firon və xanımı Asiya xanım salihə xanımlardan olub. Sonradan Musaya iman gətirir. Yazırlar, sarayın balkonunda istirahət edirdilər və çaydan bir beşiyin üzərək gəldiyin görürlər. Tez əmr edir, beşiyi götürürlər. Firon görür, bu beşiyin içərisində bir oğlan uşağıdır. Gördüyü yuxu yadına düşür, qorxur. Əmr eləyir ki, öldürsünlər. Amma maraqlı bir hadisə də var idi. Fironun bir xəstə qızı var idi, Ənisa adında. Bütün həkimləri, təbibləri gəzdirmişdilər, nə qədər var. Firondu da Allahlıq iddiası eləyən şəxs idi. Bunun dərdinə dərman tapmamışdılar. Amma münəccimlər demişdilər ki, siz sudan çıxan bir insanı gözləyin ki, o sudan gələcək və onun ağzının suyu bu qıza məlhəm olacaq, şəfa verəcək. Firon istəyir Musanı öldürsün. Asiya xanım deyir ki, münəccimlərin bu sözünü unutmusan, bu uşaq həmin sudan çıxan şəxsdir, münəccimlərin bizə xəbər verdiyi. Baxın, Allah bir yerdə dərd kimi göstərir. Firon yuxu görür, Musa onun səltənətini ləxladacaq. Bir yerdə isə Musa Firon üçün dərman olur, onun qızına şəfa olur. Və buna görə Musanı öldürmür. Və həqiqətən də Musanın ağzının suyu onun qızı Ənisaya məlhəm olur, şəfa verir, o qız qalxır ayağa. Musa əleyhissalamın məhəbbəti Fironda daha da artır, daha da çoxalır. Bu qissələrə diqqət elə söz, məclisdə yaşlılarımız var və həmçinin cavanlarımız da var. Quran düşüncəyə çağırır axı hər kəsi. Hər şeydə bir ibrət var, düşünməli bir nöqtə var. Biz düşünsək, görərik ki, Allah üçün bir maniyə yoxdur. Bəzən insan bitdim deyəndə Allah da deyir ki, sən bitdim demə. Mən sənin köməyinə çataram. Sən narahat olma. Allahın rəhməti genişdir. Cavanların dinə bağlılığı ilahi işlərin, hikmətin anlamaqla daha çox mümkün olar. Daha çox təsirli olar. Axı, ümumiyyətlə, hər bir agah insan düşüncə ilə istəyir axı, müəyyən inancı, əqidəni, dini qəbul eləsin.
ağla uyan, məntiqə uyan. Həzrət Əli əleyhissalamdan da hədis var bu barədə. Dinə uymayan ağıldır ki, ağıl deyil və ağıla uymayan, uyğunlaşmayan dində din deyil. Bu hədisin özünün bir geniş mənası var. Həm də bu mənadadır ki, insanlar ağılla qəbul eləsinlər, ağılla dərk eləsinlər, başa düşsünlər, iman etsinlər. Görürsən bir yerdə Musa dərddir, amma digər yerdə dərmandır. Allah gör nə cür saxlayır Musa əleyhissalamı. Asiya xanım xahişi ilə Firon Musanı öz sarayında böyüdür. Oğulları olmurdu onların. Amma ağlayır Musa. Nə qədər süd verən daya gətirirlər, heç birisinin qəbul eləmir. Musanın bir bacısı var idi. O gəlir, xəbər verir Asiya xanıma ki, mən sizə bir xanım deyərəm. O, onun südün götürər. Öz anasının, yəni Musanın öz anası Musaya dayəli eləyir zahirdə. Quran nə buyurmuşdu? Anasına ki, deyir, biz ilham etdik və dedik, elə ki, qorxdun, at onu dəryaya, qorxma, məyus olma buna görə, biz onu sənə qaytararıq, radduhu iləyki, sənə qaytaracaq biz Musanı. Və çox çəkmir ki, anası yenidən Musaya qovuşur. Nə qədər ilahi qüdrətlər, nişanələr bu qissədə yer alıb. Və Musanın sarayında böyüyür. Üzr istəyirəm, Fironun sarayında böyüyür Musa. Quranda ayə var, heç də birbaşa Musa əleyhissalamı Fironun üstünə qaldırmır Allah. Bir ayədə biz görürük ki, deyir ki, Musa onunla yumuşaq danış, mülayim danış Firondan. Əxlaq alimləri deyirlər, bu ona görə idi ki, Fironun atalıq haqqı var idi, yəni o böyütmüşdü onu. Buna görə onunla xoş danış. Və bəzi tarixçilər də deyirlər ki, Musa ki mübarizə aparırdı, ki bu yuxunu görən ikinci Ramzes idi o Fironun adı, amma Musanın qərq elədiyi suda boğduğu Fironun adı Minfitah idi. Yəni Minfitah sonradan ikinci Ramzesin dünyaya gələn, sonradan dünyaya gələn oğlu idi. Heç ikinci Ramzes sözü deyildi, yəni o ki Musanı böyütmüşdü. Amma hər halda bu iki tarix arasında ziddiyyət olsa da, Quran Firon olaraq qeyd eləyir bunu. Baxın, burada bir dənə də nöqtəyə diqqətinizi çəkmək istəyirəm. Nəmrud və Firon. Bunların hər ikisi nə nümunəsidir? Zülm nümunəsi, zülm simvolu. Bir dənə hədis salım sizin yadınıza. Həzrət Peyğəmbər əleyhissalamdan buyurur, yer üzü büsbütün zülmdən dolduqda mənim əhl-i beytimdən bir kişi zuhur edəcək, qiyam edəcək. Necə ki zülmdən dolmuşdu büsbütün yer üzəri, eləcə də haqla dolduracaq. Necə zülm hər yeri bürümüşdü, eləcə zülm məhv olacaq. Haqq hər yeri bürüyəcək, hər kəs haqqı görəcək, hər kəs ədaləti görəcək. Baxın, bu üç şəxsiyyətin üçüncüsü Həzrət Sahibəl əsri və zaman Əccəlallahu fərəcəhu şərifdir. O da gizli şəkildə dünyaya gəlib. Hər üçü zülmdən gizlənərək, zalimdən gizlənərək dünyaya gəlib.
Həzrət İbrahimlə, Həzrət Musa ilə İmam Zaman əleyhissalamın oxşarlığına baxın. Üçünün də missiyası eynidir. Zülmün kökünü kəsmək, haqqı, ədaləti bərqərar eləmək. Həzrət İbrahim bu işi gördü bir dəfə. Bir dəfə Həzrət Musa bu işi gördü. Əlbəttə bunlar son höccətin həcmində deyil, müəyyən miqdardadır. Yəni tamamilə yer üzü ədalətə bürünmədi. Amma bu işi gördülər onlar. Zülmdən nicat verdilər öz qövmlərinə və gizli şəkildə dünyaya gəldilər. Və sonuncu höccətdə, sonuncu imamda gizli şəkildə dünyaya gəldi. Həkimə xatun deyir, Həkimə xatun İmam Həsən Əskəri əleyhissalamın bibisidir. Deyir ki, Nərgiz xanımın hamiləliyi bilinmirdi, amma Həsən Əskəri əleyhissalam mənə dedi ki, bibican, bu gecə ayıq ol, yatma. Parlaq simalı, nurlu bir övlad dünyaya gələcək bu gecə. Deyir, mən baxdım xanımına, gördüm ki, bir əlamət yoxdur. Və soruşdum, deyir ki, Həzrət mənə dedi ki, sən narahat olma, vaxt yaxınlaşanda əlamət bilinəcək. Deyir, elə də oldu. Vaxt yaxınlaşanda Nərgiz xanımın hamiləliyi bilindi və övladı dünyaya gətirdi. Həzrəti Bəqiyyətullahı dünyaya gətirdi, İmam Zaman əleyhissalamı. Deyir, bu zaman Həsən Əskəri əleyhissalam məni səslədi, bibican, o uşağı mənə gətir. Deyir, mən aldım uşağı qucağıma, imama tərəf aparanda gördüm qolunda bu ayə yazılıb. Ca'əl haq və zəhəqəl batil, innəl batilə kanə zəhuqə. Haqq gəldi və batil məhv oldu. Həqiqətən də batil məhv olmağa məhkumdur. Batilin vədəsi var Allah tərəfindən ki, o suyun üzərindəki köpük kimidir Quran buyurur. Nə qədər görüntü yarada, nə qədər aldada, nəhayət məhv olacaq. Hansı köpük əbədi qalıb? Qalan sudur. Köpüklərsə bir müddət sonra məhvə məhkumdur. Gördüm İmam Zamanın qolunda bu ayə yazılıb. Və mən deyir, apardım o nurlu simanı, o uşağı atasına təhvil verdim. Deyir, imam onu bağrına bastı, öpdü, qoxladı və bu ayəni oxudu. Və nuridu ən nəmunnə aləl-ləzīnə təd'ifu fil ərd və nec'aləhum əyimmətən və nec'aləhumul varisin. Qurandan bu ayəni oxudu. Biz iradə etdik. Yer üzərində zəiflədilmişləri yer üzərinin varisi qərar verək və onlardan imamlar seçək. Biz iradə etdik. İmam Həsən Əskəri əleyhissalam aldı o pak mövludu qucağına, o körpəni qucağına, bu ayəni oxudu. İmam Zaman əleyhissalamın dünyaya gəlişi sirli saxlandı. Bir də 5 yaşında aşkara çıxdı. Həzrət İbrahim 13 yaşında çıxmışdı aşkara. Amma nə üçün çıxdı? İmam Həsən Əskəri əleyhissalam ki, şəhadətə çatdı, imam namazın gərək imam qıla, İmam Zaman Əccəlallahu fərəcəhu şərif çıxdı. İmam Zamanın atası İmam Həsən Əskəri əleyhissalamın cənazə namazını qıldı və oranı tərk elədi yenidən.
69 il kiçik qeyb dövrü olub. İnşallah yəqin ki məlumatı var, çoxunun məlumatı olmayanlara da deyək, sabah da inşallah Əli Əkbər məscidində məclisimiz var bizim mövludla bağlı. Bu 2 gecəni inşallah ki Allah birini nəsib elədi. Allah nəsib eləsin, sabah da elə birlikdə o məclisi də gözəl şəkildə qeyd eləyək inşallah, hamılıqla inşallah. İmam-ı Zamanın 69 il kiçik qeyb dövrü var. Və bu dövr ərzində xüsusi insanlarla rabitədə olub. 4 dənə naib bunlarla rabitədə olub. Və ondan sonra uzun qeyb dövrünə çəkilir. Məclisimiz sabah da davam eləyəcək deyə mən istədim ki, elə mövzum bu 2 məclislik olsun, silsilə olsun. Ki, inşallah qeyb nə deməkdir? Allah Quranda qeybə imandan danışır. Bu qeybə imanın əhəmiyyəti nə qədərdir? Və İmam-ı Zamanın qeybinin dəlilləri nələrdir? İnşallah biz Allah nəsib eləyər, sabahki məclisdə bu mövzunu davam eləyərik inşallah. Allah bizləri zamanə imamının zuhuruna yetişənlərdən, zamanə imamının layiqli xidmətçilərindən qərar versin inşallah. Allah bu mövludu, bu gecəni bizlər üçün bərəkətli qərar versin. Bu gecənin feyzindən, rəhmətindən, bərəkətindən bizləri binəsib eləməsin inşallah.